Ey nəfsini itirmiş insan, yenidən başlamaq üçün qapı hələ açıqdır. Rəbbin sənə belə səslənir. Ey mənim günahda həddini aşmış bəndəm, Allahın rəhmətindən ümidini üzmə. Allah bütün günahları bağışlayar. Həqiqətən o bağışlayandır, rəhimlidir. Bəli, sən günah etdin. Bəli, sən unuttun. Amma o səni unutmadı. O gecənin sakitliyində səni gözlədi. Hər göz yaşını gördü. Və sənin içində sustuğun hər bağışla mənni eşitdi. Tövbə qəlbin Allaha qayıtmasıdır. Heç kim sənin keçmişinə baxmır. Çünki Rəbbin sənin gələcəyinə baxır. Gec olmadan qayıt. Bu dəvət sənədir.